Bax, sizə bir sirr açım. Allaha yaxınlaşmanın 3 məşhur yolu var da müsəlmanlar üçün. Da, o biri dinlərdə də aşağı yuxarı eynidir. Namaz qılmaq, Quran oxumaq, bir də xeyir əməllər demək. Məndən desələr ki, mümkünsüz şəraitdir, bunlardan birini çıxmaq lazımdır, hansını çıxararsan? Ürəyim ağrıya-ağrıya namazı çıxarardım oradan. Desəydilər ki, daha birini çıxarmaq lazımdır oradan, hansını çıxararsan? Yenə də çox acılarla Quran oxumağı çıxarardım oradan. Amma xeyir, əməllər etmək bitincə insan bitir. İnsanın inkişafı üçün çoxlu xeyir əməllər eləmək lazımdır. Ona görə bütün kitablarda, Konfutsuda da, Buddada da, Quranda da, İncildə də, Tövratda da, hamısı Zərdüştdə də deyilir ki, xeyir əməllər sizi cənnətə yaxınlaşdıracaq. Cənnəti öncə bu həyatda yaşayacaqsınız. Yaxşı adam olsaz, siz və sizin ətrafınız cənnətdə yaşayacaq. Qara qışqırıq səsləri gəlməyəcək. O biri dünyada da onun daha artığını alacaqsınız. Ölkəni cənnətə çevirməyin də yolu budur. Xeyir əməllər.